Ona görə aqil insan, yəni təqvalı, imanlı insan Ramazandan sonra bu 6 günü zay etməməlidir. O 6 gündə tut, madem 30 gün tuta bilmirsən, 6 gündə rahat bir şəkildə tuta biləcəksən, bir ilin mükafatını, oruc mükafatını qazan, sanki bir il oruç tutmuş kimisən və sən də bunu istəyirsən Şəban əvvəlində et, istərsən Şəban ortasında, istərsən sonlarını et, hər bir halda 6 gün orucu tut. Bu mükafatı əldən verməmək üçün, yəni aqil insan gərək belə şeylərdən faydalansın. Amma heyflər olsun ki, təəssür olsun ki, nə qədər insanlar var ki, yəni belə mükafatları qaçırdırlar. Bir il oruç tutmaq olarmı dalbala? Təsəvvür edirsən 360 gün hər gün oruç dursan, gör nə qədər çətin olar. Zaten şəriətimizdə də ən əfsəl oruc bir gündən birdir. Yəni nafilə orucları ən yaxşı bir gündən bir. Davud əleyhissalam orucu belə olub, bir gündən birdir və bu da ən Allaha sevimli olan oruclardandır. Lakin təsəvvür et ki, sən hər gün dalbada oruç dursan, bu 360 gün edir. Bunu kim bacarar? Lakin 6 gün tutursan, o 360 günün orucunun savabını qazanırsan. Allahu Akbar. Ona görə gərək özümüzü bu xeyirdən məhrum etməyək, xeyrət sanataq, xeyrət tələsək, az əməllə böyük mükafatları əldə etməyə həris olaq. Allah da kitabında buyurur ki, "Vəstəbiqul xeyrat", xeyirxah əməllərdə yarışın, çalışın və biz də bu əməllərdə gəlib çalışaq, yarışaq, özümüzü xeyirdən məhrum etməyək. Allahdan istəyirəm ki, Allah Teala bizləri bu ayda, Şaban ayında da bu 6 günü tutmağa, 6 gün oruç tutmağa bizlərə müvəffəq eləsin və bizlərə o bir ilin oruç savabını yazsın. Subhanakallahumma bihamdik, əşhədu en la ilahe illə estağfiruke və etûbu ileyk.